Paşinyan Azərbaycanı təbrik etdi. Təsdiqlənmiş sülh Ermənistan-Azərbaycan gündəliyindəki bütün məsələlərin həll olunduğu demək deyil. Axar Az Teleqrafa istinadla xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyanın düşənbədə keçirilən sammitində deyib. Hələ qarşılıqlı ticari, iqtisadi, siyasi və mədəni əlaqələri möhkəmləndirməli, humanitar məsələləri həll etməliyik. Bu isə uzun müddətli düşmənçilik tarixini nəzərə alsaq asan iş deyil. Amma təsdiqlənmiş sülh bizə əminlik verir ki, bu məsələlər mərhələli şəkildə həll olunacaq. Sülhün təsdiqlənməsi münasibətilə mən təbrik edirəm yalnız Ermənistanı və Azərbaycanı deyil, həm də bütün MDB üzv dövlətlərini, çünki bilirəm ki, siz hamınız bunu çox istəyirdiniz və bu baş verdi. Sülh indi reallıqdır. Bu münasibətlə hamımızı təbrik edirəm və bu müddət ərzində göstərilən dəstəyə görə MDB həmkarlarıma təşəkkürümü bildirirəm, baş nazir vurğulayıb.